Bax, bu skor maşınıyla biz xəstəmizi, körpə uşağı, ağır xəstəni Bakıya banisiyaya götürmüşük. Xəstəmiz də budur, ağır vəziyyətdədir. Həkim yolda zorla müalicə eləyir. Uşaq nəfəsi kəsilmək üzrədə aparat, həkimlərin dediyinə görə aparat təzyiqini ölçmür. Yolda skoru saxlayıb xəstəni düşürür. Deyir, bizə icazə vermirlər. 103 dünyanın dağı deyir ki, xəstəni yolda düşürün, uşağı yolda qoyun və maşını geri qaytarın. Biz nə eləməliyik? Bəli, bu da qaylar da buradadır, bizə köməyə gəliblər. Sağ olsunlar. Bax, bunlar da burada şahiddirlər. Skoru yolda xəstəmizi körpə 5 yaşlı uşağı düşürüb asfaltın ortasında qoyur. O zəng etməyiblər. Yəni o şərait bizdə yoxdur. Çünki zəng etməyib, gəlin asal uşaqdır. Allah razı olsun, başa düşürəm mən siz lap yaxşı başa düşürəm. Yəni onlar sizdən qabaq bizim həkimə zəng çaldılar. Həkimimiz deyir, həkimə deyirlər, o da deyib götürün semaşk yaparım. Bizdə o şərait yoxdur, başa düşürsünüzmü? Yəni bura devlət xəstəxanasıdır. Yəni bizdə o şərait yoxdur. Gedin balatlara baxın, bir ülkədən əməliyyat eləmişik, apendit, pajalsın, raxçanı, elə bir şey olsa canla başla. Sizin bala, mən sənin yerinə özümü qoyuram. Başa düşdüm siz, mən nə tapaq semaşk yapıb, ağır xəstəni, nə İndi, tapaq? bir dəqiqə. Göz maşınımızda gedəsi deyil. deyil. Bizə zəng elədim, o baş həkimdən zəng eləyib. Baş həkim napravleniya verməlidir ki, siz xəstənizi götürüb getməlisiniz, başa düşdünüz? Səbir olun 5-10 dəqiqə, mən sizin yerinizə özümü qoyuram, başa düşdünüzmü? Yəni indi Mənim də balalarım var. Zəng çaldım da, zəng çaldım. Biz gözləyək. Zəng çaldım, gözlüyü gömlədi, cavab Onun üçün verir. Ağır vəziyyətdə ölümcül uşağı yolun ortasına düşürdülər. Sağ olsun, yenə qaylarımız bizim uşaqlara bizə yardım edirlər. Ay, gətir deyə qadınım, zəng eləmişdim, dedi özünüz nə olmuşsunuz? Sağ olsun, polislərimiz də bizə yardım edən gəliblər, buradadılar. Çox sağ olsunlar. Xəstəmizi qoymadılar yol ortasında ölməyə. İndi buradan da bu Aysekban balinlərində bizi başqa yerə göndərirlər, qalmış küçələrdə. Dayı da qabağa düşüb, sağ olsun. Bizə yol göstərir, bizi aparır. Ha. Mənəm gəldim. Gəldim.